Salam, xoş gördük sizləri. Bugünkü video izahımızda riyaziyyat müəllimlərinin sertifikasiya imtahanında düşmüş sualları izah edəcəm. Başlayaq birinci sualdan. Birinci sualı bu şəkildə yazıram. 1,4/8'i yazıram. 1,9/8 plus 0,4/8 yazıram. 9/8. Bunu düzgün olmayan kəsirə çevirirəm. Olur 9/17 plus 9/8. Və bunları orta məxrəci ilə 9'dur. Sürətləri toplayanda olur 25. Kök altında 25'ten 5 çıxır, 9'dan da 3 çıxır və ya 1,3/2. Cavab oldu 1,3/2. İkinci sual. 240 ədədinin neçə müxtəlif sadə böləni var? Mən bunu bu şəkildə yazıram. 24 vurulsun 10 bərabərdir. 24'ü yazıram 2 vur, 2 vur, 2 vur, 3. Onu da yazıram 2 vur, 5 bərabərdir. 2'dən burada 4 dənə vurub var, yəni sadə vurub. Bunu yazıram 2/4 vuranda üstlər toplanır. 3'dən 1 dənə, 5'dən də 1 dənədir. Yazıram 3 vur, 5. Müxtəlif dediyi üçün 3 dənədir. Cavab oldu 3. Üçüncü sual. Tənlər sistemində tərəf-tərəfə toplayanda bu 2y-lər islah olunur. 3x-lə 5x toplayanda olur 8x. Bunları da toplayanda olur 32. 32'ni də 8'ə böləndə x-i tapırıq 4. İkinci tənlikdə x-in qiymətini yerinə qoyaq. 5'i 4'ə vuranda olur 20 plus 2y bərabərdir 18. 2y bərabərdir 18'dən 20 çıxanda -2. Y də bərabərdir -1. Cavab oldu 4 və -1. Dördüncü sual. 30 faizli 400 qram məhlulda suyun miqdarını tapın. Burada məhlulun adını çəkməyib duz məhlulu və ya spirt məhlulu ya şəkər fərqi yoxdur. Elə bu sualın biraz maraqlı yeri buradır. Tutaq ki, bu olsun spirt məhlulu. Deməli 400 qram məhlulun tərkibində 30% spirt var. Bunu iki üsulla yazmaq olar. Birinci usul, əvvəlcə 400'ün 30%'ini tapırıq. Bölürük 100%'a. Bu 400 100'ə bölünür. 4 dəfə 4'ü vuranda 30'a olur 120 qram. Bu spirtin çəkisidir. Ümumi məhlul 400 idi. Yəni 400'dən də biz çıxırıq 120'ni olur 280. Deməli suyun çəkisi 280 qrammış. İkinci usulda da belə yaza bilərik. Məhlulun 30%'i tutaq ki spirtdirsə, onda 70%'i da sudur. Deməli birbaşa elə 400'ün 70%'ini tapırıq. Bölünsün 100%. Bu 400 100'ə bölündü. 4 dəfə 4'ü də 70'ə vuranda olur 280. Cavab oldu 280. 5-ci sual. Çoxluqla bağlıdır. A və B çoxluqlarını kəsişdirək burada. Kəsişməni 8 verib. Yəni kəsişməsinin 8 elementi var. A-nın B-dən fərqi buradır. 4 verib. A çoxluğunu soruşur. A çoxluğu bax bura sayılır. 4 ilə 8 toplananda neçə olur? 12. Deməli A çoxluğunun 12 elementi varmış. 6-cı sual. Çoxədli verib buradan. Bu çoxədlinin dərəcəsi bax burada x-də 20 olacaq. X-də 20'dir. Çünki biz demişik ki, çoxədlinin tərkibində hansı bir ədlinin dərəcəsi böyüdürsə, o ümumi çoxədlinin dərəcəsi sayılır. Vurulsun. Burada da 5'dir. 5'i 2'yə vuranda 10 olur. Bu da x-də 10 olur. Bunları da vurub üstləri toplayanda x-də 30 olur. Və burada da plus x-də 80 var. X-də 80. Deməli burada ən böyük dərəcə 80 olduğu üçün ümumi bu çoxədlinin dərəcəsi olacaq 80. Cavab oldu 80. 7-ci sual silsilədir, ədədi silsilə. Burada birbaşa belə yazıram. A8 bərabərdir A3 plus 5D. Çünki bu indekslə əmsal toplayanda 8'i verir. O da bərabərdir. A3'ün qiymətini 12 veribdir. Buraya yazıram 12 plus 5 vurulsun D. D də -3'dür. Bərabərdir 12. Bu müsbət 5'i -3'ə vuranda olacaq -15. 12'dən də 15 çıxanda olur -3. 8-ci sual. Kubun tam səthinin sahəsi 150. Olarsa həcmini tapın. Düstur belə idi. S tam bərabərdir 6A kvadrat. Deməli bu 6A kvadratı 150'yə bərabər edirik. 150'ni 6'ya böləndə A kvadrat bərabərdir 25 olur. A da bərabərdir 5 olur. Həcmin də düsturu nə idi? V bərabərdir A kubu idi. Bunda 5'in kubu olacaq. Bu da olacaq 125. 9-cu sual. -4,3 uyğun olaraq 4,5'ə keçərsə 2 -3 hansı nöqtəyə keçər? Bu paralel köçürmədə belə bir düstur var. X plus A bərabərdir x dişdirikə. Y plus B bərabərdir y dişdirikə. Bu B'dir. Buradan x
bax bu mənfi 4 olacaq. Mənfi 4 plus A bərabərdir. Keçdiyi nöqtə budur. Yəni x dişdirik. Burada 4 olacaq. Buradan A-nı tapanda 4 ilə bu mənfi 4 sağa gedəndə toplanacaq 8 olacaq. Burada da y. Bax bu 3'dür. Plus B bərabərdir y dişdirik. Burada keçdiyi nöqtədir y dişdirik. Bu da 5'dir. Buradan da B-ni tapanda 5'dən 3 çıxanda olur 2. Sonra deyir ki 2 mənfi 3 nöqtəsi hansı nöqtəyə keçər? Yenə bu x, y bunu qəbul edək. Keçdiyi nöqtədə tutaq ki hər hansı bir nöqtədir. Bunu da x dişdirik, y dişdirik qəbul edək. Bunda yenə təzədən bu düsturları yazacaq. Yazırıq. Və burada necə yazmışdıq? X plus A bərabərdir x dişdirikə. Həmin o x burada 2'dir. Plus A. A-nı 8 tapmışdım. Bərabərdir bu x dişdirikə. Buradan x dişdirik oldu 10. Eyninə yenə bu düsturda yerinə qoyuruq. Y. Y burada mənfi 3'dür. Yazırıq mənfi 3 plus B. B-ni tapmışdıq 2. Bərabərdir y dişdirikə. Buradan da y dişdirik bərabərdir mənfi 1. Deməli cavab oldu 10 və mənfi 1. 10-cu sual. 3,6 metr kvadrat neçə santimetr kvadratdır? Əvvəlcə bunu yazın. 1 metrimiz 100 santimetrdir. 100 santimetrdir. 100 santimetr. 1 metrin kvadratı deyəndə bu özünə vurulanda 1 metri 1 metrə vuranda 1 metr kvadrat olmur. Onda 100 santimetrdə 100 santimetrə vurmalıyıq ki bu şəkildə 100 santimetr. Deməli 1 metri 1 metrə vuranda oldu 1 metrin kvadratı. Bu 100 santimetrdə 100 santimetrə vuranda oldu 10.000 santimetrin kvadratı. Deməli bir də buradan bilməliyik ki 1 metr kvadrat nəyə bərabərdir? Deməli 10.000 santimetr kvadrata bərabər. Onda bu 3,6'nı biz 10.000 santimetr kvadrata vuracaq. Buradan vuruğun, bax 1'in, bax 0'ı buradan silsəm, bu vuruq 10 dəfə böyüyür. Deməli bu oldu 36 vurulsun, neçə oldu? 1000 santimetr kvadrat. Bu da neçə olacaq? 30, buradan yazaq, 36, arxasınca da 3 dənə 0 santimetr kvadrat. Deməli 36.000 santimetr kvadrat olacaq. 11-ci sual. 2 zərə atıldıqda düşən xallar cəminin neçə yazır burada? Ən kiçik rəqəmli ədəd olması. Tutaq ki bu zərlər olsun. Ən kiçik rəqəmli ədəd neçədir? 10'dur. Deməli bu zərlərin üzləri neçə düşə bilər? 5 düşə bilər. Sonra 6 4 düşə bilər, 4 6 düşə bilər. Deməli əlverişli halların sayı 3 dənədir. 2 zərə atılanda biz bilirdik ki məxrəc 36 olur. Onda sürət nə idi? Əlverişli halların sayıdır da 5 5 6 4 4 6. Deməli bu 3 dənədir. Bu da ixtisar gedəndə 12'də 1 olacaq. Uyğun tərəfləri paralel olan bucaqlardan biri o birinin 80%'dir. Bu bucaqların fərqini tapın. Biri o birinin deyəndə tutaq ki biri alfa olsun, biri də beta olsun. Biri o birinin 80% deyəndə bunu bu şəkildə yazmaq olar. Alfa betanın 80%-dirsə %80 nəzərdə tutulur. Bunlar ixtisar gedəndə 10'da 8, bu da 5'də 4. Deməli alfa 4K'dır. Beta da 5K'dır. 5K. Uyğun tərəfləri paralel olan bucaqların cəmi 180 dərəcədir. Onda bunları toplayanda, yəni alfa ilə betanı toplayanda neçə olacaq? 9K bərabərdir 180'ə. Buradan da K bərabərdir 189'a böləndə 20. K-nı 20 tapdım. Alfa 4K idi. 4'ü 20'yə vuranda 80 olacaq. Beta da 5K idi. 5'i 20'yə vuranda neçə olacaq? 100 olacaq. Deməli bu bucaqlar 80 dərəcə və 100 dərəcədir. Burada soruşur ki bu bucaqların fərqini tapın. Burada 2 dənə cavab ola bilər. 80'dən 100'ü çıxarıq mənfi 20 və ya 100'dən 80'i çıxarıq 20. Burada çox güman ki bu bucaqların fərqinin modulu deyə bilər. Modulu dediyi üçün 80'dən 100 çıxsam və ya 100'dən də 80 çıxsam, onsuz da hər ikisinin cavabı neçə olacaq? 20 dərəcə olacaq. Çünki modulun içində mənfidir, mənfidən də müsbət çıxır. Burada bu nəsə qeyd olunmayıb. PDF-i yazanda bu yəqin yaddan çıxıldı. 13-cü sual. A vektoru veribdir. Koordinatlar 1,6'dır, mənfi 1,2 olarsa modulunu tapın. Yəni uzunluğunu tapın. Modul A vektorunun uzunluğu bərabərdir. Kök altında koordinatların kvadratları cəmi. Bu x-dir, bu da y-dir. Bunun kvadratı 1,6'nın kvadratı 2,56 olur. Mənfi 1,2'nin kvadratı da 1,44 olur. Bunları toplayanda 2, 1, 3, 4 olacaq.
4-dən də 2 çıxacaq. On dördüncü sual. Belə bir sual verib, ən böyük fərq 8 olarsa x hansı ola bilər? Burada qapalı sualdır. Ümumiyyətlə bu suallar hamısı qapalı suallardır. Sadəcə burada cavablar verilməyibdir bu PDF-də. Burada x6 da ola bilər. x6 ola bilər. Çünki bu ardıcıllıqda ən kiçik ədəd 6-dır. Ən böyük ədəd də 14-dür. Ən böyük fərqi tapanda nə edirdi? Ən böyük ədəddən ən kiçik ədədi çıxırdıq. Həqiqətən də 14-dən 6-nı çıxanda ən böyük fərq 8 verir. Şərti ödəyir. Və ya x burada 14 da ola bilər. Çünki ən böyük ədəd 14 olar. 14-dən də bu 6-nı çıxanda yenə də 8 ola bilər. Yəni bu variantlarda 6 olarsa 14 olmayacaq və ya 14 olarsa 6 olmayacaq. İndi burada qapalı sual deyil, variantlar verilməyib. Ona görə mən həm 14 qeyd edirəm, həm 6. 15-ci sual. 5 ədədin ədədi ortası 12-dir. Tutaq ki, 5 ədədin cəmi olsun x. Ədədi orta nə idi? Toplayıb sayına bölürdük. Onda 5 dənə ədədin cəmini x qeyd elədim. 5-ə bölməliyəm. Ədədi ortanı verib 12-yə bərabər eləməliyəm. Buradan da 12-ni 5-ə çarpaz vuranda olur 60. Deməli, bu 5 ədədin cəmi 60-dır. Bura bir ədəd də daxil edildi. Tutaq ki, həmin ədəd y olsun. İndi biz bu y-i tapmalıyıq. Onda bu 60 idi, yəni 5 dənə ədəd idi. 5 dənə ədədin cəmi 60 idi. Bir dənə ədəd y-i qeyd elədim. Onda ədədlərin sayı neçə oldu? 6. Yəni əvvəlcədən 5 dənə ədəddir, bir dənə də y-i qeyd ediləndə 6 olur. Onda biz toplayıb 6-ya bölməliyik və ədədi ortanda 13 verib. Bunda çarpaz vuranda 60 plus y bərabərdir 78, y də bərabərdir 78-dən 60 çıxanda 18. Elə daxil edilən ədədi tapın. Bunu soruşurdu. Cavab oldu 18. 16-cı sual. Belə bir funksiya verib. Bu x-in qiymətidir, bu da y-in qiymətidir. B-ni soruşur. B-ni tapmalıyıq. Y-in qiyməti burada neçədir? 5 bərabərdir. 2 vurulsun x kvadrat. X mənfi 2-dir, kvadratı 4 olacaq, çıx. Mənfi b vurulsun x mənfi 2-dir. Bu mənfini mənfi 2-yə vuranda bura müsbət olacaq. 2b üstəgəl 3. Buradan da yazıram 2b bərabərdir. Bu 2 4-ə vuranda 8, 8-də də 3. Neçə olur? 11. Bu 11-dir. 2b plus 11. Bu şəkildə yazaq buradan. 2b plus 11 plus 11 bərabərdir 5-ə. Buradan da 2b bərabərdir 5-dən 11-i çıxanda mənfi 6 olur. B də bərabərdir mənfi 3. Cavab oldu mənfi 3. 17. Həcmi 36 pi olan kürənin tam səthinin sahəsini tapın. Həcm deyəndə V bərabərdir yazırıq. 36 pi. Kürənin həcminin düsturu belə idi. V bərabər idi 3-də 4 pi r kub. Bunda buradan V-nin yerinə 36 pi qoyuruq. Bərabərdir 3-də 4 pi r kub. Pillər ixtisar getdi. Bu belə yazırıq. 36-nı 3-ə vuraq. Yazaq 36 vur 3. Buradan da 4 r kub. 36-nı 4-ə böləndə 9 olur. 9-da 3-ə vuranda 27. Onda r kub bərabərdir 27 olur. Kubu 27 olan ədəd məlumdur ki 3 olacaq. Radiusu 3 tapdıq. Kürənin tam səthi. Kürənin tam səthinin düsturu belə idi. S tam bərabərdir 4 pi r kvadrat. 4 pi r neçədir? 3 kvadratı 9. 4-ü də 9-a vuranda 36 pi santimetr kvadrat. Cavab oldu 36 pi santimetr kvadrat. 18. Perimetri 60 olan bərabər tərəfli üçbucağın sahəsini tapın. Bərabər tərəfli üçbucağın perimetri 60-sa, onda bunun tərəfləri 20 olacaq. Çünki bütün tərəfləri bərabər olmalıdır. Düsturda belə idi. S bərabərdir a kvadrat kök 3 bölünsün 4. Yəni tərəfin a götürəndə, üçbucağın tərəfin a götürəndə burada həmin a-nın yerində də 20 tapdıq. Onda olacaq 20-nin kvadratı, bu 400-dür. Vurulsun kök 3 böl 4. Burada 100 dəfə ixtisar gedir. 100-ü də kök 3-ə vuranda neçə olur? 100 kök 3. Sonra 19. Nə vaxt ax çıxılsın 2a bərabərdir 10 çıxıb 5x tənlinin sonsuz sayda həlli var. Bu PDF-i köçürdəndə burada biraz
Sualların mətnində mexaniki səhvlər var. Sual yəni bu şəkildə olmamalıdır da. Yəni əsas odur ki, tənliyin sonsuz sayda kökünü soruşur. Düsturumuz belə idi. Ax bərabərdir B. Bu şəkildə idi, bir məhsullu tənlikdir. Tənliyin sonsuz sayda kökü olanda A da sıfıra bərabər götürülürdü, B də sıfıra bərabər götürülürdü. İndi bunu biz bu şəkildə yazırıq. Ax qalır yerində, bu mənfi 5x-i sola keçirdəndə müsbət 5x olur. Bu 10 olduğu kimi qalır. Mənfi 2a-nı sağa keçirdəndə olur müsbət 2a. Buradan orta qrup x-i çıxardırıq mürtəzə xaricinə. Bunu da elə olduğu kimi laf yaza bilərik, fərqi yoxdur. 2a. Deməli, burada həmin o x-in qabağındakı əmsal a idi. Burada da x-in qabağındakı əmsal a plus 5 oldu. A plus 5-i dedik axı sıfıra bərabər eləməliyik. Burada a olur mənfi 5. Elə bunu da sıfıra bərabər elə. Çünki b-nin yerində bu ifadə durur. 10 plus 2a. Bunu da sıfıra bərabər eləndə a ilə mənfi 5 olacaq. Cavab oldu mənfi 5. 20-ci sual. Kompleks ədəddir. Z bərabərdir 1 üstəgəl 2i vurulsun i. Qoşmasını tapın. Bunu vuraq açaq. Z bərabərdir. 1-i i-yə vuranda elə i olacaq. 2i-ni i-yə vuranda olur 2i-nin kvadratı. Kvadrat özü mənfi 1-ə bərabərdir. Onda bura mənfi 1 qoyanda bu olur mənfi 2 plus i. Bunun qoşması z üstü xət olurdu. Qoşması da bunun, baba burası mənfi olmalıdır. Bura mənfidirsə elə mənfi də qalacaq. Burada diqqətli olmaq lazım. Mənfi 2 minus i olacaq bunun qoşması. Cavab oldu mənfi 2 çıxılsın i. 21-ci sual. Burada mexaniki səhv gedir. Bu x bölü 2 yox. Bu 2 bölü x olmalıdır. Çünki burada 4 bölü x kvadratı soruşur. Deməli bu x çıxılsın 2 bölü x bərabərdir 7-dir. Bunun hər tərəfini kvadrata yüksəldirik. Bu olur x-in kvadratı. Çıxılsın 2-ni vurdum bu x-ə. Vurdum bu 2-ni vurdum x-ə. Vurdum 2 bölü x-ə. Vurmadır. Və plus mənfi 2 bölü x-in kvadratı da 4 bölü x-in kvadratıdır. Bərabərdir. 7-nin kvadratı 49. Buradan bu x-lər ixtisar gedir. X kvadrat plus 4 bölü x kvadrat. Bu mənfi 2-ni 2-yə vuranda mənfi 4 olur. Sağ tərəfə keçirdəndə də 49 ilə toplanacaq. Cavab olacaq 53. 22-ci sual. Burada paralel deməlidir. AB NM-ə paraleldir. B-nin NC-yə nisbəti 3,7-dir. B-in buradır. Bunu 3x götürək. NC də buradır. 7x götürək. Burada oxşarlıqdır. Çünki bu xətt bu xəttə paraleldirsə, onda bu bucaq alfadırsa, uyğun bucaqlara görə bu da alfadır. Tutaq ki, bu bucaq bettadırsa, bu da bettadır. Burada bir fərqli bucaq qoyaq. Onda burada A, B, C üç bucağı, yəni üç bucaq A, B, C oxşardır. Üç bucaq M, N, C-yə, yəni kiçik üç bucağa. M, N, C-yə. Oxşarlığın qaydasından istifadə edəcək. M-nin AB-yə nisbətini soruşur. M-n buradır. Yazırıq M-n. Mən indi bunu kəsrlə yazıram. Bölünsün AB bərabərdir. M-n buradır. Bu alfa bucağının qabağı 7x-dir. Yəni baba bu alfadır. Bunun qabağı 7x-dir. Yazıram 7x. Burada AB. AB də buradır. Bu alfa bucağının qabağı isə baba bu 3x plus 7x-dir. Olur 10x. X-lər də x-lər gedəndə 7 böl 10. Və ya bu şəkildə də yaza bilərik. 7 böl 10. 23-cü sual. Hündürlüyü 6 oturacağının perimetri 64 olan düzgün piramidanın həcmini tapın. Burada düzgün piramidanın oturacağını qeyd eləməyib. Bu düzgün 4 bucaqlı piramida ola bilər. Çünki burada ya 3 bucaqlı deyir, ya 4 bucaqlı deyir, ya 6 bucaqlı deyir. Çox güman ki, burada düzgün 4 bucaqlı piramidadır. Olsun düzgün 4 bucaqlı piramida. Düzgün 4 bucaqlı piramidanın demişik ki, oturacağı nədir? Kvadratdır. Deməli, hündürlüyün verib h 6-dır. Hündürlük buradan çəkilir də, yəni bura h-dır. 6-dır. Perimetri 64-dür. Bu oturacaq kvadratdır. Perimetri 64 isə 64-ü biz 4-ə böləndə neçə olacaq? 16. Deməli, kvadratın tərəfi oldu 16. Piramidanın həcmi soruşur. Həcmin düsturu belə idi. V bərabərdir 3/1 S oturacaq vur h. Bərabərdir 3/1 S oturacaq. Oturacaq kvadratdır. Kvadratın tərəfi 16 isə onda bunun
sahəsi nə olmalıdır? 16-nın kvadratı 256 vurulsun h. H neçə idi burada? 6. Vuraq 6-ya. Buradan da 6 ilə 3 ixtisar gedir 2. Bu 256-nı da 2-yə vuranda neçə olacaq? 512. İndi burada düzgün 4 bucaqlı piramida nəzərdə tutdum, mən qeyd elədim. Neçənci sual oldu? 23-cü sual. %24-cü sual loqaritmi tənlidir. Bunu bu şəkildə yazırıq. 2x minus 1 bərabərdir. 3-ün üstü 2. Neçə olur? 9. Buradan da 2x bərabərdir. Mənfi bir sağa keçəndə toplayanda 9 ilə 10 olur. Onu da 2-yə böləndə olur 5. Burada 2 dənə funksiya verib. Kvadratik funksiyalardır. Xətlərlə hudlanmış fiqurun sahəsini tapın. Biz bunları əvvəlcə bərabərləşdirirdik. X kvadrat bərabərdir 2x çıxılsın x kvadrat. Bu mənfi x kvadratı sol tərəfə yazaq. Mənfi x kvadratla bu x kvadratı toplayanda, yəni sola keçəndə olur 2x kvadrat. Ümumiyyətlə hamısını sol tərəfə yığaq. Bərabərdir 0. Buradan ortaq qrup 2x-i çıxarsam qalır x çıxılsın 1 bərabərdir 0. Hasilin 0 olma şərtidir. 2x bərabərdir 0-a. Bu oldu x bərabər 0. Bunda 0-a bərabərləndə x bərabərdir 1. İnteqralın sərhədlərini biz tapdıq 0-dan 1-ə. Burada bilmək lazımdır ki, hansı funksiyadan hansı funksiyanı çıxırıq. Bunu mən qrafikin buradan qurum sizin üçün. Bax, bu şəkildə qurum. Bax, bu kvadratik funksiyadır. Məlum ki, bunun qrafiki koordinat başlanğıcından keçirdi. Baba, bu şəkildə qalxırdı. Bunun qrafikini quranda buradan yazıram. Y bərabərdir mənfi. Burada yerləri dəyişirik. Bu hədlərin yerini dəyişirik. Mənfi x kvadrat plus 2x-dir. Bu şəkildə. Burada x kvadratın qabağı mənfi olsunuz. Parabolanın qolları aşağı olacaq. Bu funksiyanın sıfırlarını tapanda mənfi x kvadrat plus 2x bərabərdir 0 yazanda buradan bu mənfi x-i mörtəzə xaricinə çıxardanda elə də x plus minus 2 olur buradan bərabərdir. Buradan x bərabərdir 0, buradan x bərabərdir 2. Deməli, bu funksiyanın sıfırları 0 ilə 2 oldu. Bunları da kəsişdirəndə, yəni bərabərləşdirəndə, bu funksiya ilə bu funksiyanı bərabərləşdirəndə x-i 0, 1 almışdıq. 0 buradır, 1 də buradır. Burada. Deməli, o funksiya, bu şəkildə başqa rənglə qeyd edeyim. Həmin funksiya, burada c-si 0-dır. Yəni, ax kvadrat, kvadratik funksiya budur da, ax kvadrat plus bx plus c. Burada a-nın əmsalı mənfi 1-dir, b-nin əmsalı 2-dir, c-si 0-dır. C 0 olanda demişdik, parabola koordinat başlanğıcından keçir. Deməli, bu parabola bu şəkildə keçməlidir. Bax, bu şəkildə, bax, buradan, bura. Deməli, bizdən nəyi soruşur? Bu iki funksiyanın kəsişdiyi yerin hüdurlanmış fiqurun sahəsi, yəni, bax, buranı soruşur. Deməli, inteqralın sərhəddi 0-dan 1 olacaq. 0-dan 1-ə, bunu yadda saxlayın ki, yuxarıdan keçən funksiyanın qrafikindən aşağıdan keçən funksiyanın grafikini çıxırıq. Burada yuxarıdan keçən funksiyanın qrafiki y bərabərdir 2x kvadrat idi. Bunda yazıram 2x çıxılsın x kvadrat çıxılsın. Aşağıdan keçən, yəni baba bu aşağıdan keçirdi. Bu da y bərabərdir x kvadrat. Yəni bu x kvadratı çıxıram buradan. Yazıram dx. Buradan da bu integral 0-dan 1-ə qalır. Bu 2x də qalır. Bunu da toplayanda mənfi neçə olur? 2x kvadrat olur. dx. Bunu buradan silək. İbtidai funksiyanı tapırıq buradan. 0-dan 1-ə 2x ibtidai funksiyası olur 2 vurulsun. X-in ibtidai funksiyası x kvadrat bölünsün 2 idi. Çıx. Bu da 2 vur. X kvadratın da ibtidai funksiyası x kub bölünsün 3 idi. Buradan 2'lər ixtisar gedir. Qalır inteqralın sərhəddi 0-dan 1-ə. X kvadrat çıxılsın. Bunu 2'ni yuxarı yazıram mən. 2x kub bölünsün 3. Birinci yuxarı sərhəddi verirəm. Yəni x-in yerinə 1 qoyuram. 1 qoyanda bu 1'in kvadratı ilə 1 olacaq. Çıx. 1'in də kubu ilə 1 olacaq. 2'yə də vuranda 2 olur. Bu da oldu 3'də 2. Çıxılsın. 0'ı qoymağa ehtiyac yoxdur. Onsa 0 olacaq. 1'dən də 3'də 2 çıxanda neçə olur? 3'də 1. Cavab oldu 3'də 1.
Elə sual veribdir. İki medianı qarşılıqlı perpendikulyar olub 18 və 12 sm olarsa üçbucağın sahəsini tapın. Tutaq ki, belə bir üçbucaq çəkək. Bunun iki medianı qarşılıqlı perpendikulyardır. Medianın birini buradan çəkək, birini də buradan çəkək. Qarşılıqlı perpendikulyar ki, yəni 90 dərəcə kəsişirlər. Bura medianların kəsişmə nöqtəsidir. Medianlar kəsişmə nöqtəsindən təpədən başlayaraq buradan bura 2 nisbətində, 2 1 nisbətində, yəni 2/1 nisbətində bölünür. Yəni bura 2x-dir, burada x-dir. Ümumi bura 3x olur. Tutaq ki, burada yazıb ki, 2 median qarşılıqlı perpendikulyar olub 18 və. Medianın biri 18-dir. 18-i 3 yerə bölmək lazımdır da 6. Deməli, bura onun 2 misli idi. Bura 12 düşür. Burada onun 1 misli idi. Yəni 6. Bu median da 12'dir. Bu 12'nin də bu hissə tutaq ki 2y-dir. Burada y-dir. Olur 3y. Bu 3y-i 12'yə bərabər eləmək nə deməkdir? 12'ni 3'ə bölmək deməkdir də 4 olur. Bu kiçik hissə 4 olur. Bu böyük hissə də neçə olur? 8. Deməli, bu düzbucaqlı üçbucaq oldu. Bura 12'dir, burada 8'dir. Üçbucağın sahəsini tapın. S bərabər sol işarəsi. Bu düzbucaqlı üçbucaqdır. Bunu buradan bir median da çəksəm, yəni buradan üçüncü medianı çəksəm, bax bu şəkildə. Bura. Deməli, bu düzbucaqlı üçbucaqdır. Burada da bura yarandı hipotenuzdur. Bu katet 12'dir. Bu katetdə 8'dir. Bunları toplayanda 144 kvadratı da Pifagor teoremi ilə. 8'in kvadratı neçə edir? 64. Bir dəqiqə. Bunu bu şəkildə yazırıq biz. Deməli, bu düzbucaqlı üçbucaqdır. Bu katet neçə oldu? 12. Bu katet neçə oldu? 8. Bunun sahəsini tapa bilərik də. Bunun saha düsturu belə idi. Yəni katetləri vurub 2'yə bölürdük. 8 vurulsun 12 bölünsün 2. 8 2'yə bölünür 4. 4'ü də 12'yə 48. Deməli, bu üçbucağın sahası, yəni bax bu üçbucağın sahası bura. Bax bu hissə 48 oldu. Bu üçüncü medianı mən buradan çəkmişdim. Median üçbucağın sahasını yarıya bölür. Bunda bu 48 ise yarısı neçə olacaq? Bura 24'dür, burada 24'dür. Biz də demişdik ki, üçbucağın hər 3 medianı çəkilərsə, sahələri bərabər olan 6 dənə üçbucaq yaranır burada. Yəni bu üçbucaq hər hansı bir üçbucaqdır. Bir median buradan gəlsin, biri buradan gəlsin, tutaq ki, biri də buradan gəlsin. Bu S, bu S, bu S, bu S, bu da S, bu da S. Bu 6 dənə bərabər sahəli üçbucaqdır. Bunda bura 24, burada 24. Deməli, bu sahə də 24 olmalıdır, bu sahə də 24 olmalıdır, bu da 24 olmalıdır, bu da 24. 6 dənə 24. 6'nı 24'ə vurur. Neçə olur? 144. Cavab oldu 144. Ya da belə baxa bilərdik buna. Bu üçbucağın bu üçbucağa belə baxa bilərdik. Buradan bura bir median idi. O bir medianı da tutaq buradan çəkmişdim. Bu medianı da buradan çəkirəm. Bu şəkildə. Deməli, bu hissə bayaqları 48 oldu. Elə bax, bu hissə də 48 olmalıdır. Yəni, burada 48 olmalıdır. Eyni ilə bu hissə də 48 olmalıdır. 3 dənə 48 dediyimiz kimi 144 olacaq. 27-ci sual. Katet çayın axını ilə 30 km, axına qarşı 27 km getmək üçün 5 saat vaxt sərf edir. Çayın sürəti 3 olarsa katerin durğun üstəki sürətini tapın. Tutaq ki, katerin sürətinə mən x deyirəm. Çayın sürəti neçə idi? V çay 3 verilib. Bu da V kater. V kateri də mən x qeyd elədim. V çayı da y qeyd eləyək. Axın nə qədəndə sürətlər toplanırdı. Düsturumuz vardı. V bərabərdir S bölü T. Buradan T-ni tapanda S-i V-yə bölürdük. Deməli, axın ilə, tutaq ki, bu A, B məntəqə arasındadır. Bu çayın sürəti olsun, V çay. Bu da katerin sürəti olsun, V kater. Bunlar ikisi də eyni istiqamətdə gedəndə, bu da onların arasındakı məsafədir, S. Eyni istiqamətində gedəndə bu toplayırdıq sürətləri, S-i bölürdük bunlara. S bölünsün, V kater plus V çay. Getmək T1 saatdır. Qayıtmaq da, qaydanda kater buradan gedib B nöqtəsinə çatıb B məntəqəsinə. İndi qayıdır. Qaydanda
kater, B kater. Buradan əksinə gəlir də, axına qarşı. Onda sürətlər çıxılırdı. Plus, tutaq ki, T2 saata qayıdıb. O da həmin yolu qayıdırdı, eyni yolu qayıdır. S bölünsün. Onda katerin sürətindən çayın sürətini çıxırdıq. Getmək T1 saat. Tutaq ki, bu T1 saatdır. T1 saat. Qayıtmaq da T2 saatdır. Ümumi getmək və qayıtmaq T saat adlandıraq. O T-ni də 5 saat verib. Deməli, bunları toplayıb 5-ə bərabərləyib tənliyi qurbalıyıq. İndi burada həmin o və katerlə və çayın yerinə, bir də S-in yerinə mən qiymətləri yazacağam. S neçə idi burada? 30 kilometr. Yəni bu buradan bura S 30 kilometrdir. Yazıram 30 bölünsün. Axınla getdikcə toplayıram. Katerin sürətini X götürdüm. Çayın da sürətini 3. Üstə gəlinsin. Axına qarşı 27 idi. Katerin sürətini X götürdüm. Çayın da sürətini 3 verib. Bərabərdir 5. Bu orta məxrəcə gətirib həll eləyəndə kvadrat tənliyə gəlib çıxır. Köklərdən biri cavab olur, biri digər kənar kök olur. Burada X-ə mən 12 verirəm. 12 üstə 3 neçə eləyir? 15. 30-u 15-ə böləndə neçə elədi? 2. 12-dən 3 çıxanda 9. 27-ni 9-a böləndə 3. 2 ilə 3-ü toplayanda 5 olur. Deməli, katerin sürəti 12 imiş. 28-ci sual. Yəni mən bunu seçmə ilə də, yəni qiymət verib tapdım. Yəni vaxt itirmədən. 28-ci sual. Belə bir trigonometrik funksiya verib, əsas dövrü 2 bölü 3-dür. Anın ola biləcəyi qiymətlərin hansını tapın. Sinusun dərəcəsi 1-dir, təkdir. Biz demişik ki, tək dərəcələrdə funksiyanın əsas dövrü, yəni ən kiçik müsbət dövrü də deyirlər buna, əsas dövrü də deyirlər. T bərabər idi 2pi bölünsün modulda k idi. O k, yəni x-in qabağındakı əmsal. Burada da x-in qabağındakı əmsalı parametr verib. Dövrü də neçə verib? 2pi bölü 3. T dövrü idi. İndi buradan yazaq. 2pi bölünsün modulda bu ifadəni yazacağım. A kvadrat çıxılsın 5. Bərabərdir. Bu T-ni sağ tərəfə yazıram. 2pi böl 3. Buradan pilər ixtisar getdi. 2-lər də ixtisar getdi. Elə bir ki, burada 1 qaldı, burada da 1 qaldı. İndi burada çarpaz vururam. Modulda a kvadrat çıx 5-i 1-ə vuranda elə modulda a kvadrat çıx 5 eləyir, bərabərdir. 3-ü də bu 1-ə vuranda 3 olur. Bu tənliyi də 2 cür həll edilir. Bir dəfə modul için a kvadrat çıx 5-i bərabərdir 3 yazırıq. Bir dəfə də mənfi 3 yazırıq. Bunu toplayanda 8 eləyir. Bunu da toplayanda a kvadrat bərabərdir 2 olur. Yəni mənfi 3-də 5 gəlirəm 2. Kvadratı 8 olan ədəd 2 dənədir. Plus minus kökdə 8. Kvadratı 2 olan ədəd də 2 dənədir. Plus minus kökdə 2. 4 dənə A-nın qiyməti var. Deyir, A-nın ala biləcəyi qiymətlərin hansını tapın. 4 dənə qiyməti bir-birinə vururuq. Yəni, mənfi kök 8 vurulsun müsbəti. Sonra mənfi kök 2 vurulsun müsbəti. O mənfi kök 2 yoxdur. Buradan gəlib bu mənfi edəndə bura müsbət olur. Ümumi vuruq oldu müsbət. Kök 8-i kök 8-ə vuranda neçə olur? 8. Kökünü kökə vuranda 2. 2-ni də 8-ə vuranda neçə olur? 6. Cavab, üzr istəyirəm 16. Cavab oldu 16. 29-cu sual. Bir termin tətbiq eləyək. Köklərin cəmi bərabərdir ikinci əmsalın əksinə. Mənfi 4 olduğu üçün bura 4 olacaq. Köklərin hasılı da x1 vurulsun x2 bərabərdir sərbəst əddə. Yəni düsturda q var idi. Həmin x kvadrat plus px plus q bərabər 0. Bir termin düsturu. Həmin o m burada q-nün yerindədir. Bunu orta məxrəc x1 x2-dir. Bunları x1 x2-ni böləndə bu x1-ə sürət x2 plus x1 olacaq. Buna da böldüm, yazdım. Bərabərdir 5-də 1. x1 x2 hasildir, m-ə bərabərdir. Məxrəcə m yazıram. Sürət də 4-dür. Bərabərdir 5-də 1. Çarpaz vuranda m neçə olur? 20. Cavab oldu 20. 30-cu sual. Loqaritma 6. Bir dəqiqə buradan. Sualı 30-cu sualı izah edək. Böləndə üstlər çıxılır. Bunu belə yazıram. 6-nın kvadratı bölünsün. 6-nın üstü loqaritma 36 əsasından 4. Bərabərdir. 6-nın kvadratı 36 olur. 6 üstü. Bu loqaritma 36-nı mən yazıram. Loqaritma 6-nın kvadratı 4-ü də yazıram 2-nin kvadratı.
bərabərdir. Sürət olduğu kimi qalır. Bu 6-ın üstü 2, bura 2-də 1 kimi keçir. Yəni 2-də 1. Burada 2-nin kvadratı da 2 kimi keçir, qarşıya vurulur. Burada da olur loqaritma 6 əsasından 2. Bunlar ixtisar getdi. Yuxarıda qaldı 36. Məxrəcdə qaldı 6-ın üstü loqaritma 6 əsasından 2. Bunlar da gedir 2 qaldı. Deməli oldu 36 bölünsün 2. Bu da eləyir 18. 31. Katetləri 2 və 4 olan düzbucaqlı üçbucaq katet kiçik katet ətrafında fırlanır. Kiçik katet 2-dir, bu da 4-dür. Bu kiçik katet ətrafında fırlananda bu fırlanma oxudur. Fırlanma oxunu perpendikulyar müstəvi keçməlidir. Həmin o müstəvi dairə olur da burada. Təkrar fiquru bu şəkildə də buradan çəkirik. Usta burada 4-dür. Buradan baba oturacağa, baba oturacaqdır. Yəni fırlanma oxuna perpendikulyar müstəvi keçdi. Deməli bu konus olur. Konusun hündürlüyü h2-dir. Radiusda neçədir? Dairədir bu. Dairənin radiusu buradan bura radiusdur, buradan da. Deməli radiusda oldu 4. Fırlanmasına alınan fiqurun həcmi, yəni konusun həcmi v bərabər 3-də 1 s oturacaq vurulsun h. O da 3-də 1 s oturacaq dairədir. Pi r kvadratdır. Pi r 4'ü 4'ün kvadratı 16 vurulsun h. H da 2'dir. 16'nı 2'ye vuranda 32 pi. Sürətə yazıram 32 pi. Məxrəcdə 3. Cavab elə bu şəkildə də qalır. 32. Çevrə üzərində 5 nöqtə varsa neçə çoxbucaqlı qurmaq olar? Bu kombinizonla tapılır. Çoxbucaqlı deyəndə burada 3 bucaq olacaq, 4 bucaq olacaq, 5 bucaq olacaq. Bu çevrədir. Bunun üzərində tutaq ki 5 dənə nöqtədir. 5 dənə nöqtədir. Əvvəlcə 3 bucaqların sayını tapırıq. 3 bucaqlar kombinizon n-dən 3 olurdu. İndi burada 5'dir həmin o nöqtədə. N-in yerinə 5'dir, yəni 5 nöqtə. Kombinizon 5-dən 3-ə plus 4 bucaqların sayı kombinizon 4-dən yox. Kombinizon 3 bucaqların sayı 5-dən 3-ədir. 4 bucaqların sayı 5-dən 4-ədir. 5 bucaqların sayı da 5-dən 5-ədir. Yəni çox bucaqlıdır. Artıq burada 5-dən 6-ya ola bilməz. Çünki kombinizon n-dən k-ya olanda bu k var. Bu k n-dən n-ə bərabər və kiçik olmalıdır. Ona görə bura bu n 5-dirsə, bura 5-dən 3 ola bilər, 5-dən 4 ola bilər, 5-dən 5 ola bilər. Çünki çox bucaqlı deyəndə 3 bucaqdan başlayırıq, sonra 4 bucaq, sonra 5 bucaq. 5-dən 3-ə hesablayaq. 5 faktorial bölünsün 5 çıx 3. 2 faktorial vur 3 faktorial. Bu 5 faktorialı nə yazmaq olar? 3 faktorial vurulsun 3 faktorial vurulsun 4 vur 5. Bu 3 faktoriallar ixtisar gedir. 4'ü 5'ə 20, 20 2'ye böləndə 2 faktorial 2'dir. 10 olur. Plus 5'dən 4'ə 5 faktorial 5'dən 4 çıxanda neçə qalır? 1 faktorial vur 4 faktorial. Elə bu da 5 olacaq. Yəni 1 faktorial vur 4 faktorial olur. Bu 5'dir. 5'dən 5'ə də 1'dir. Toplayanda neçə edir? 16 dənə çoxbucaqlı var. Cavab oldu 16. 30-cu sual. Burada ən yüksək dərəcəyə bölürük, x kvadrata bölürük sürət və məxrəcin hədləri. Yəni 0,5 x kvadratın x kvadratına bölürük. Plus deyil, minusdur buradan. 0,5 x kvadratını x kvadratına böldük, çıxılsın 2x bölünsün x kvadrat. Aşağıda da x kvadrat bölünsün x kvadrat. Plus x böl x kvadrat. Bunlar ixtisar gedir. 0,5 qalır. Bu da ixtisar gedəndə 2 bölü x qalır. Bunlar da ixtisar gedəndə 1 olur. Üstə gəl. Buradan da ixtisar gedəndə 1 bölü x qalır. X sonsuzluğa yaxınlaşıbsa 2'ni sonsuzluğa böləndə bu məxrəc hədsiz dərəcə böyüyür. 2'ni ən böyük müsbət ədədə böləndə bu 0'a yaxınlaşır. Yəni bu getdi 0'a. Burada da 0'a getdi. 0,5'i 1'ə bölürük. Olur 0,5. Bu da 2'də 1. İndi buradan arc kosinus yazıb. Arc kosinus 2'də 1. Bunda qiyməti nə deməkdir? 2'də 1 harda alır? 60 dərəcədə. İndi radianla da versə pi böl 3 olacaq. 33. Keçək buradan 34'ə. Funksiyanın qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədədi tapın. Kvadratik funksiyadır. Bunun düsturu vardır. M bərabərdir 4ac çıxılsın b kvadrat bölünsün 4a. Bərabərdir 4 vur a. A burada 1'dir. 4'ü 1'ə vurdum elə 4 olur. C 26'dır. 4'ü 26'ya vuracaq.
4'ü 20, 80, 4 altın 24. 104 çıxılsın b kvadrat. B də 2'de kvadratı 4 olacaq. 4 vurulsun 1, bu da 4 olacaq. 104'dən 4, 100. 100'ü 4'e böldüm 25. Deməli bu kökün altında düsturumuz bu şəkildə idi. Və A burada əmsal böyüdür 0, yəni 1'dir. 0'dan böyük olduğu üçün qiymətlər çoxluğu belə olurdu. N müsbət sonsuzluq, ən kiçik qiymət də n olurdu. İndi burada 25 müsbət sonsuzluq oldu. Kökün altından da nə çıxır? 5 müsbət sonsuzluq. Qiymətlər çoxluğunu soruşsa cavab 5 müsbət sonsuzluqdur. Buradan ən kiçik tam ədədi soruşur. Elə cavab olacaq 5. Bu şəkildə. Başqa cür də yazmaq olar bunu. Məsələn, x bərabərdir mənfi b bölü 2a. Buradan x-i tapa bilərik. Mənfi b burada 2'dir. 2 vur 1 elə 2. X-i tapdım mənfi 1. Gətirib yerinə qoya bilərik. Mənfi 1'in kvadratı ilə 1 olacaq. 2'ni mənfi 1 alında mənfi 2. Üstə gəl 26 kökün altında. Bunları da toplayanda 25 olur. Yenə həmin şeydir 5 çıxacaq. Hətta bunu bu şəkildə də yazma olur. Məsələn, bu bayaq yazdığım usul birinci usul. Yəni parabolanın təpə nöqtəsinin ordinatı ilə tapırlar. Y-in qiymətidir. Bu ikinci usuldur. Apsis ilə tapırlar. Parabolanın təpə nöqtəsinin apsisi. Üçüncü usulda praktiskidir. Bu kvadrat üçədini kədinin kvadratına ayırırsan. Kədinin tam kvadratına. X plus 1'in kvadratı kökün altında. Açanda bu x kvadrat üstə gəl 2x, üstə gəl 1. Buraya 25 yazıram. Burası 0'a gedir. Mənfi 1 olur. Mənfi 1 üstə 25 gələndə bu kökün altında ilə 25 olur. Ondan da 5 çıxacaq da. Yəni bu da üçüncü usul. 3 usulla yazdım bunu. 35. Bu düsturdur. Bunu 2'ye vurub 2'ye bölürük. Sinüs 2x'in düsturuna gəlmək üçün. Onda bu sürət olur. Sinüs 6x bölünsün 2 bərabərdir 4'də 1. Bunu da çarpaz vuranda 4 sinüs 6x bərabərdir 2'ye. Buradan da sinüs 6x bərabərdir 2'ni 4'e böləndə 2'də 1. Düstur belə idi. 6x bərabərdir mənfi 1'in üstü k. Ark sinüs 2'də 1. Üstə gəl pi k. Pi'dən 1 alırdı bu kökləri. Hər tərəfi buradan aksinüs 2'də 1 nə deməkdir? Yəni sinüs 2'də 1'i harda alır? Sinüs 2'də 1'i alır 30 dərəcədə. Bunu elə birbaşa radianla yazıram. Pi böl 6 yazıram. Pi böl 6 üstə gəl bu pi k. Hər tərəfi 6'ya bölməliyəm. Bunu da 6'ya bölürəm, bunu da bölürəm, bunu da bölürəm. Bu 6'lar gedir x bərabərdir mənfi 1'in üstü k. Pi böl 6'nı 6'ya böləndə pi böl 36 plus pi k böl 6. Cavab belə də qalır. 36-cı sual. Kəsənlərin metrik münasibətindən istifadə edirik. Burada AB-ni x götürək. AB buradan burada x. Onda BC 2x olacaq. BC də buradan burada 2x-dir. Buranı da 4 verib, bu AD-ni. Buranı da 5 verib. Deməli, kəsənlərin metrik münasibəti nə idi? Metrik münasibəti AB vurulsun AC. AB x-dir. AC neçədir? 3x-dir. Bərabərdir. Sonra 4 vurulsun 9. Bu da 36. 3x kvadrat bərabərdir 36'ya. X kvadrat da bərabərdir 36'nı 3'e böləndə 12. Bundan da kök nə çıxır? 2 kökdə 3. Burada müsbət kök götürülür. Çünki mənfi, yəni bu parçadır. Parçanız olur, mənfi olanmaz. Həndəsədə həmişə müsbət kök götürülür. 2 kök 3'dür. Nəyi soruşurdu? AC-ni soruşur. AC buradan bura qədərdir. AC bura qədər. X bu da 2x, 3x-dir. 3'ü vurmalıyım x-in qiymətinə. Yəni 2 kökdə 3'ə neçə olacaq? 6 kökdə 3. 37-ci sual. Üçbucağın tərəflərini veribdir. Üçbucağın böyük bucağının kosinüsünü tapın. Ən böyük tərəf 12 olduğu üçün onda ən böyük bucaq da 12'nin qarşısındakı bucaq olmalıdır. Kosinüslər terimindən istifadə edəcək. Həmin bucağın qarşı tərəfi 12'dir. Onda 12'nin kvadratı bərabərdir. Digər tərəflərin kvadratları 6'nın kvadratı 36, 8'in kvadratı 64. Çıxılsın 2 vurulsun 6, vurulsun 8, vur kosinüs alfa. Bu 144'dür, bərabərdir. Bunları toplayanda neçə idi? 100 çıx 2'ni 6'ya 12, 12'ni də 8'ə 96 kosinüs alfa. Mənfi 96 kosinüs alfanı sağ tərəfə keçirdir, sol tərəfə keçirdirəm, olur müsbət. 100'dən də 144 çıxanda neçə olur? Mənfi 44. Kosinüs alfa bərabərdir. Mənfi 44 bölünsün 96. Bunu 4'ə aparanda neçə olur? 11. Bu neçə olur? 24. Cavab oldu mənfi 24'də 11. ABCD paralelogramın B bucağının təm böləni AD tərəfini, yəni buradan paralelogram çəkək. Tutaq ki, bu paralelogramdır. ABCD paralelogramdır. B bucağının təm böləni, B bucağının təm böləni buradan çəkək. Təm böləndir. Alfa, alfadır.
AD tərəfini 2, 4 nisbətində. Burada PDF-də səhv gedib. 2, 4 yox. 2 sm və 4 sm hissələrə bölür. Paralelogramın perimetrin böyük qiymətini tapın. Burada iki mümkün hal var. Birində kiçik qiymət çıxır, birində böyük qiymət. 2-4 nisbətindədirsə, mən bu hissəni, yəni bu tənbölən, B bucağından çəkilən tənbölən AD tərəfini 4 sm, bir də 2 sm hissəyə bölür. Bu tənböləndir. Paralelogramda bu BC ilə AD paralel olduğu üçün bu kəsəndir, tənbölən kəsəndir. Onda bu bucaq alfadırsa, bu da alfa olur, daxili çarpaz bucaqlara görə. Burada aydın şəkildə görürsənir ki, bərabər yanlı 3 bucaq yarandı. Burada 4-dürsə, onda burada 4. Paralelogram bu tərəfə də 4-dür. Burada 6-dır, burada 6. Perimetr nə idi? N-lə uzunu toplayıb 2-yə vururdu. Yəni 4 ilə 6-nı toplayanda neçə eləyir? 10. 2-yə də vuranda 20. Bu böyük qiymətdir. Əgər kiçik qiymət desəydi, onda biz buranın yerlərini dəyişərdik. Bura 2 yazardıq, bura 4. Onda burada 2 olardı, burada 2 olardı. 2 ilə 6-nı toplayardıq 12. 2-yə də vuranda 2 ilə 6-nı toplayanda 8, 2-yə vuranda perimetri 16. Kiçik qiymət desəydi 16, burada böyük dediyi üçün cavab oldu 20. 39. Üstü bərabərsizdir. Burada kökdə 5, 2 tam neçədir? 2 tam neçəni 3-ə böləndə 0 tam neçə edir? Deməli, əsas 0-dan 1 arasında olduğu üçün biz bərabərsin işarəsini dəyişəcəyik. Bunlar atılacaq. Onda üstləri bu şəkildə yazacaq. X minus 1 işarə dəyişir. X kvadrat çıxsın X, çıxılsın 1. Bunu da bu şəkildə yazıram. X kvadrat çıxılsın X, çıxılsın 1. Kiçikdir. Bu sol tərəfə bunu. Bunları bir tərəfə yığaq da. Elə bil ki, plus 1 minus X-dir. Kiçikdir 0. Bunlar buradan islah olundu. Deməli, X kvadrat çıxılsın. Bu mənfi X, bu da mənfi X. Elədi 2X, kiçikdir 0. Orta vuruq X-dir, çıxılsın 2, 0-dan kiçik. Bunun kökləri biri 0-dır, biri də 2-dir. İntervallar usulunu həll edirik. Növbələşmə müsbət, mənfi müsbətdir. Bura kiçikdir, 0 idi. Kiçik olduğu üçün bu hissədir. 0, 2. Cavab oldu 0, 2. Bərabərsə həll edin. Cavab oldu 0, 2. 40-cı sual. Belə bir 3-cü dərəcədən kök verib, tam hissə 2 olarsa, X-in ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini tapın. 2 tam neçələrin, birinci növbədə 2 və 2 tam neçələrin 3-ə qədər, 3 daxil deyil. Deməli, 2 və 2 tam neçələrin 3-ə qədər olan tam hissəsi 2-dir. Deməli, bu kök tam hissə 2 olarsa sözünə görə bunu 2 ilə 3-ün arasında götürəcək. 2 daxil olacaq. 2 daxildir. 3-cü dərəcədən x plus 3. 3 daxil deyil. Çünki burada tam hissə 2-dir. Yəni 2, məsələn 2-nin tam hissəsi nədir? Belə 2 plus 0-dır, tam hissə 2-dir. 2 tam neçələrin tam hissəsi neçədir? 2 tam neçələr məsəl içində 2 tam 10-da, 1000-də, milyonda 99,99 gedir. Yəni 3-ə qədər. Onun da tam hissəsi necə olur? Elə 2 olur da. Ona görə 2 daxildir, 3 daxildir. Yəni 3-ü ala bilmir. Bunu da hər tərəfini 3-ə yüksəltsəm, yəni kuba yüksəltsəm, bu şəkildə. Bunu da kuba yüksəltsəm, bu 8 olacaq. Bu daxildir. X plus 3. Bu neçə olacaq? 27. Bu da 2 qat bərabərsizdir. X qalır. Bu 3-ü bu tərəfə keçirdəndə 8-dən 3 çıxanda neçə olur? 5. 27-dən 3 çıxanda da neçə olur? 4. 24. Nə soruşur burada? X-in ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini. Burada tam qiymətlərin cəmi deməlidir. Ən kiçik tam qiymət 5 oldu. Ən böyük tam qiymət də 23 oldu. Bunların da cəmi 28 olacaq. 41-ci sual. 5 qız 4 oğlan varsa, deməli bu qızdır. 5-dir, oğlan da 4-dür. Ümumi 9 nəfərdir. Seçilən 3 nəfərdən ikisinin qız, birinin oğlan olması ehtimalı. P bərabərdir. Kombinizon. 9 nəfərdən 3 nəfər seçilib. Bunlardan ikisinin qız. Qız neçə idi? 5 nəfər. Deməli, kombinizon 5-dən 2-yə vurulsun. Oğlan da 1 idi. 4 nəfərdən biri seçilib. 4-dən 1-ə bərabərdir. Bu 9-dan 3-ə hesablayaq. 9 faktorial. 9-dan 3 çıxanda neçə edir? 6 faktorial vurur, 3 faktorial. Bu bərabərdir. 9 faktorialı yazıram, 6 faktorial. Vurulsun 7, vurulsun 8, vurulsun 9. Bu 6 faktorialdır burada. Bunlar ixtisarı getdi. 3 faktorialımız neçə idi? 6-dır. Bunda yazıram 2 vur 3. Bu 9 ilə 3-ü ixtisar apardım 3, 8 ilə 2-ni apardım 4. Deməli, məxrəcimiz neçə oldu?
7 vur 4, buradan yazaq. 7 vur 4 vur 3. Sürət 5-dən 2-yə 5 faktorial, 5-dən 2 çıxanda 3 faktorial, vur 2 faktorial. Bu 5 faktorial 3 faktorial aparanda yerdə qalır 4 vur 5, 20. 20-ni də 2-yə böləndə 2 faktoriala 10 olur. 10 vurulsun. 4-dən 1-ə də elə 4 deməkdir. Deməli, elə olur da 5 faktorial, 5 çıxılsın, 2, 3 faktorial. Bu 5-i 3 faktorial vurulsun, 4 vur 5 yazanda 3-lər 3 faktoriala get, 4, 5-in 20, 20-ni 2-yə böləndə 10. 4-dən 1-ə də 4 deməkdir. Bu 10-u da yazaq 2 vur 5 vur 4. Bu 4-lər ixtisar getdi. Ehtiyac yoxmuş. Bu ixtisar getmir, elə bu 10-dur. Deməli, sürətdə nə qaldı? 10, məxrəcdə isə qaldı 21. Deməli, 21-də 10 oldu cavab. 42-ci sual. Bunu vuruqlara ayırırıq. X kvadrat plus 8 üstəgəl 5. Bunu kvadrat ənli ilə də kökləri tapa bilərik. Vietlə də 7-ci sinifdə çoxadının qruplaşdırma üsulu var. O üsulla da tapmaq olar. Elə mən bunu qruplaşdırma ilə yazıram. X kvadrat plus. Bu 8x yazıram. 2x yox. 5'dir də bu. Yazıram buradan 3x plus 5x plus 15. Buradan x'i çıxardıram. Burada qalır x plus 3. Buradan da 5'i çıxardıram, qalır x plus 3. Ortaq vuruq, hər ikisində x plus 3'dür. Çıxardıram mörtəzə xaricinə. Nə qaldı? X plus 5. Deməli, bu kvadrat üçədilinin vuruqları oldu bu. X plus 3, x plus 5. Sonra bunu ayıraq. X kvadrat, yəni qruplaşdıraq. Bunu yazıram. 5x plus 2x. Üstə gəl 10. Yəni 7x'i parçaladım da. Buradan x'i ortaq çıxardaq. X plus 5. Buradan da 2'ni çıxardaq. X plus 5. Bu da ortaq vuruq x plus 5, x plus 2. Deməli, bu çoxadilinin vuruqları da bu oldu. Əbob verib. Əbob ortaq vuruqlardır. Hər ikisində ortaq vuruq x plus 5'dir. Deməli, bu 2 dənə kvadrat üçədilinin əbobu x plus 5 oldu. Həmin o x plus 5 də 7-yə bərabərdir. 7-dən də 5 çıxanda x'i tapdım 2. Gətirib yerinə qoyaq. 2 vur 2, 4, 4 üstə 4, 8. Deməli, buradan yazıram əkob 8. Burada da 5'i 2'yə vuranda 10, 10 üstə də 2, 10. 2 nöqtəli vergüldür bu. 8 ilə 12-nin əkobu neçədir? 24. Cavab oldu 24. 43-cü sual. Bura bir alfa deyirəm. Bu alfadır. Burada bir betadır. Deməli, biz bunu tapacaq. Kosinus alfa üstə gəl beta. Bunu da düsturun yazaq. Toplama düsturudur. Kosinus alfa, kosinus beta çıxılsın. Sinus alfa, sinus beta. Toplamasında çıxma olurdu. Buradan yazaq arc tangens. Arctangens 12'də 5 bərabərdir alfaya. Bu da tangens alfa bərabərdir 12'də 5 deməkdir. Buradan düzbucaqlı üçbucaq çəkək. Tutaq ki, bu alfa olsun. Tangens alfa nəyə bərabərdir? Qarşıdakı katetin bitişik katetə nisbəti. Bura 5'dir. Burada 12'dir. Pifagora görə bura neçədir? 13. Yəni 5k, 12k, bu da 13k olur da. Buradan beta demiştim bu bucağa. Arcsinus arc sinus 5'də 4'də beta demişəmsə, bu da sinus beta bərabərdir 5'də 4 deməkdir. Tutaq ki, burada bir beta qoyaq. Sinus beta bərabərdir qarşı katetin betonuza nisbəti. Onda 4k, yəni 4, bu da 5. Bu şəkildə. Pifagora görə burada 3 olurdu. Gətirək qiymətlərini qoyaq. Kosinus alfa. Alfanı buradan tapaq. Kosinus alfa nəyə bərabərdir? Kosinus alfa bərabərdir. Bitişik katetin hipotenuza nisbəti 12 böl 13. Kosinus beta. Kosinus betanı buradan tapaq. Kosinus beta bərabərdir. Bitişik katetin hipotenuza nisbəti 3 böl 5. Sonra sinus alfa. Sinus alfa bərabərdir. Qarşı katetin hipotenuza nisbəti 5 böl 13. Sinus beta da elə 5'də 4'dür. İndi qiymətləri qoyaq burada. Kosinus alfa 13'də 12 vurulsun. Kosinus beta 5'də 3 çıx. Sinus alfa 5'də 4. Sinus beta neçə idi? 13'də 5'dir. Bunları vuranda 65, 12'nin 3'ə 36. Deməli 65'də 36 oldu. Çıx. 5'i 13'ə vuranda 65, 4'ü 5'ə vuranda 20. Oşun məxrəc 65 oldu. 36'dan da 20 çıxdım, 16. 65'də 16.
Əgər mexanik səhv eləmədimsə. Dördüncü sualda üçbucaqların sayını soruşur. Bunu bu şəkildə əvvəlcə yazıram seçməklə. Bura 1, bura 2. Bunları toplayanda neçə olur? 3. Deməli, buradan üfüq xəttlərə baxaraq 1, 2, 3. Birinci bu üçbucağa baxıram. Tutaq ki, bura K-dır, bura B-dir, burada C-dir. Deməli, K, B, C üçbucağına baxıram. 1, 2. Bunları toplayanda 3 oldu. 3'ü vururam. 1, 2, 3, 4 dənə üfüq xətt getdiyi üçün 4'ə vururam. Bu 12 oldu. Sonra bu üçbucağa baxıram. A. Tutaq ki, buradan belə bir üçbucaq. Burada bir məsəl üçün D nöqtəsi qoyaq. A, D, C. Bu üçbucağa baxıram. Burada da 1, 2, 3. Bunları da toplayanda neçə edir? 6. Burada da xəttlərə baxaq. 1, 2, 3. 6'ını da 3'ə vururuq. 18. Deməli, bura 18, burada 12. Toplayanda neçə edir? 30 dənə üçbucaq var. Yəni 1, 2, 1, 2, 1, 2. Onsuz da bunları toplayanda neçə olur? Bu 3'tür, bu da 3'tür, bu da 3'tür, bu da 3'tür. 4'dən 3 neçə elədi? 12. Yenə də bura 1, 2, 3. Burada 1, 1, 2, 3. Yenə də 1, 2, 3. Bunları da toplayanda 6 olur. 6'ını da 3'ə vururuq. 3 dənə burada xətt var. Bu da olur 18. Kombinizonla da tapmaq olar. Belə tapa bilərik. A nöqtəsindən 1, 2, 3, 4 dənə parça çıxır. Bu kombinizon 4'dən 2'yə. Çünki 2 dənə burada parça, burada bir üçbucaq yaradır. Ona görə 4'dən 2'yə. Üstə gəl kombinizon. B təpəsinə baxaq. 3 dənə parça çıxır. Bu da kombinizon 3'dən üçbucaq yaratdığı üçün bu görürsünüz bu xətt buradakı üçbucaq yaradır da bu üçbucaqdır. Yəni 2 xətt bir üçbucaq yaradır. Ona görə 3'dən 2'yə. Bunları da hesablasanız elə 30 olacaq. Belə də yazmaq olar. Kombinizon. Məsələn bu 1 nöqtədən 4 dənə parça çıxıb. 4'dən 1'ə götürsəm vurulsun. Onda burada B nöqtəsindən 3'dən 2'yə götürəcəyəm. Üstə gəl. Sonra buradan kombinizon 4'dən 2'yə götürəcəyəm. Burada isə 3'dən 1'ə götürəcəyəm. Yəni bir üsul seçmə usul. Bu da kombinizonla. Kombinizonu belə də yaza bilərik 2 usul. Bu kombinizonu belə də yaza bilərik 3 usul. Sonra bunun üçün hazır düstur var. Belə bir düstur var. A təpəsindən çıxan parçalar. Bu da B təpəsindən çıxan parçalar. A vurulsun B. A üstə gəlinsin B. Bölünsün 2. Çıxılsın A vur B. A vurulsun B. A vur B. A'dan isə 1, 2, 3, 4 dənə çıxıb. Vur. B'dən neçə çıxıb? 3. 4 vur 3. A ilə B toplayanda 7. Deməli 4 vur 3 neçə elədi? 12 vur 7 bölü 2 çıx. A vur B. 4 vur 3 elə 12 elədi. 12 2'yə bölünür 6, 6, 7, 42. 42'dən də 12 çıxanda neçə elir? 30. Yəni 4 dənə burada usulla bunu yazdım. Sonra 45-ci sual. Burada trapesiyanın sahasını soruşur. Buradan hündürlük çəksəm, bu hündürlüydür. Bu 30 dərəcədirsə, bu 90'dırsa burada 60 dərəcə olur. Pitonuzun qarşısı 6 köküçsə, onda 60 dərəcəli bucaq qarşıdakı katet bizə o lazım deyil. 30 dərəcəli bucaq qarşıdakı katet lazımdır. Pitonuzun yarısı idi. Onda bura 3 kök 3 olacaq. Deməli, trapesiyanın sahası nə idi? Üst oturacaq plus alt oturacaq, bölünsün 2, vurulsun h. Üst oturacaq 4 verilib, alt oturacağı tapmaq lazımdır. 60 dərəcəli bucaq qarşıdakı katet digər katetin neçə idi? Kök 3 misli idi. Onda bu digər katet 30'un qarşısıdır. 3 kök 3 isə bunda kök 3 misli neçə olacaq? 3 kök 3'ü vururuq kök 3'ə. Olur 3 vur 3, 9. Buradan da bu hündürlüyü açsam, onda bu oturacaq, bu kiçik oturacaq 4 isə buradan da bura 4'dür. Eyni ilə bu 90'dır. Bu hündürlüyü olsun, bu 120'dir. Deməli, bura neçə düşdü? 90. Burası 90 olanda bura 30 oldu. Bu 3 kök 3 idi. Bu hündürlüyü bu da 3 kök 3'tür. Bu da 60 oldu. 60 dərəcəli bucaq qarşıdakı katet 3 kök 3 isə 30'un qarşısı da 3 imiş. Onda böyük oturacaq 9 plus 4 7 13. 13'də də 3 16. Gətirib qiymətləri yerdən. Kiçik oturacaq A olsun 4 plus böyük oturacaq neçə idi? 16. Bölü 2 vur h. H da 3 kök 3 idi. Toplayanda bu 20'dir. 22'ye böləndə 10. Onu da 3'ə vuranda neçə olur? 20. 20'də 2'ye böldükdə
10 oldu. 30 kök 3. Bu şəkildə. Qırx altıncı sualda bu sual tam verilməyib burada. PDF-də mexaniki səhv olub. Deməli sual belədir. Perimetri 12 kökdə 6 olan kvadratla eyni bölükdə olan düzbucaqlı üçbucağın iti bucağının kosinusu 5'də 3 olarsa üçbucağın perimetrini tapın. Deməli burada bir kvadrat çəkək. Tutaq ki bu kvadratdır. Perimetri 12 kökdə 6'dır. Bunu 4 yerə böləndə neçə olur? Tərəfi olur 3 kökdə 6. Tərəf 3 kökdə 6 ise bunun sahəsi neçə olacaq? 54. Deyir ki, kvadratla eyni bölükdə olan düzbucaqlı üçbucaq. Yəni eyni bölükdə dediyi üçün bunun sahəsi ilə yəni kvadratın sahəsi ilə düzbucaqlı üçbucağın sahəsi bərabərdir. Onda bunun sahəsi 54 olacaq. Çünki kvadratın sahəsi 54'dür. Düzbucaqlı üçbucağın sahəsi də 54 olmalıdır. İti bucağının kosinüsünü 5'də 3 verib. Tutaq ki, bura bir alfa verək. Alfa qoyaq. Kosinüs alfa nə idi? Bitişik katetin hipotenuza nisbəti. Onda 3 bölü 5 verib də. Onda bu 3K'dır, bu da 5K'dır. Pifagora görə bu katetdə 4K'dır. Düzbucaqlı üçbucağın sahəsi. Bu kateti bu katete vururdu. Yəni S bərabərdir. 4K'nı 3K'ya vuranda neçə olurdu? 12K kvadrat bölünsün 2. Bu da 2'ye gedəndə 6K kvadratdır. Saha da 54'dür. Yəni buradan 54 yazsam 6K kvadrata. Buradan K kvadrat nəyə bərabər olacaq? 54'ü 6'ya bölən 9. K da bərabərdir 3. K'nı 3 tapdım. Bunda bu düzbucaqlı üçbucağın tərəfləri. Bu 4K idi. 4'ü 3'ə vurdum 12. Bu 3K idi. Vurdum 3'ə. K'nın yerinə 3 yazdım. 9. Bu da 5 vur 3. 15. Düzbucaqlı üçbucağın perimetri soruşur. Tərəfləri toplayaq. 12 ilə 9 21. Bu da 15. Neçə elədi? 36. Cavab oldu 36. 46-cı sual belə olur. 47-ci sual. Bir medianları qarşılıqlı perpendikulyar olan tərəfləri 18 və 12 olarsa bu üçbucağın sahəsini tapın. Medianları qarşılıqlı perpendikulyar olan burada 3 median ola bilməz. Çünki 2 median qarşılıqlı perpendikulyar olur. Yəqin ki burada 2 median deyə bilər. Nəsə bu sualda yəni sualın mətni tam yazılmayıb. Yəqin ki bu PDF-də nəsə ixtisar olub, çatışmayan nəsə var burada. Medianları qarşılıqlı perpendikulyar deyir. Yenə üçbucaq çəkək. Tutaq ki bu bir median olsun, bu da digər mediandır. Qarşılıqlı perpendikulyar deyəndə yəni 90 kəsişir. Bu median buradan bura, tutaq ki bunu 2x qoyaq, bunu da x qoyaq. Çünki kəsişdiyi nöqtədən 2 bölü 1 nisbətinə bölünürdü. Burada bir 2y qoyaq, burada bir y qoyaq. Tərəfləri nə veribdi buradan? Olan tərəfləri 18, 12. Yəni burada tərəf deyəndə bu tərəfə də qoymaq olar 12, 18 və ya bura qoymaq olar. Yəni burada konkret hansı tərəfdir? Tutaq ki belə qoyaq da. Bura bu tərəf 18 isə bu mediandır. Bunu 9'a ayırsın. Burada 12'dir. Bu tərəfdə 12 olsun. Bu tərəfə qoysam, bu tərəfə tutaq ki qoyaq 12. Buradan Pifagordan istifadə edək. Bu düzbucaqlı üçbucaqdır. Bu katetdir. 90 dərəcə. Bu katet 2y-dir. Bu katet 2x-dir. Pifagor teoremi tətbiq edək. Katetlərin kvadratları cəmi bərabərdir hipotenuza. Bunda 2y-in kvadratı olacaq 4y kvadrat plus 2x-in kvadratı olacaq 4x kvadrat. 12'nin kvadratı neçədir? 144. Hər tərəfini 4'ə bölsəm x kvadrat plus y kvadrat nəyə bərabər olacaq? 36. Bu bizə lazım olacaq. Sonra keçək bura. Burada yaza bilərəm. Burada perpendikulyardır onsuz. Y-in kvadratı plus x-in kvadratı bərabər 9'un kvadratı. Bunu da buradan yazaq. X-in kvadratı plus y-in kvadratı bərabər 9'un kvadratı 81. Bu tənlikləri x kvadrat yox. Bunu Pifagorla bunu yazaq. Bu alınmır.
sual nəsə tam aydın deyil. Ona görə burada belə çaşqınlıq yaranır. Tutaq ki, bu düzbucaqlı üçbucağa baxaq. Bu katet 2x-dir, bu katet y-dir. Onda 2x-in kvadratı olacaq nə? 4x kvadrat plus y-in kvadratı bərabərdir. Bu tərəf yoxdur burada. Buradan mən səhv yazmışam. Bayaqları elə düz yazırdım buradan. 2y-dir, mən y görmüşəm. Bax, bu katet 2y-dir, bu katetdə x-dir, bu da 9-dur. Onda yazıram buradan 2y-in kvadratı, yəni 4y kvadrat plus x-in kvadratı bərabərdir 81. Bunları sistem eləyək. Belə yazaq, x-in kvadratı plus 4y-in kvadratı bərabərdir 81. Bunu da yazaq bura, x-in kvadratı plus y-in kvadratı bərabərdir 36. Bu tənləri tərəf-tərəfə çıxanda x kvadratlar getdi. 4y kvadratdan y kvadrat çıxanda 3y kvadrat. 81-dən 36-nın çıxanda neçə edir? 45. Y kvadrat bərabərdir 45-i 3-ə böləndə 15. Bundan da kök alanda bu kökdə 15 olur. Keçək buradan x kvadratı tapaq. Bu tənlikdən bu x kvadrat qalsın yerində. Y kvadrat neçə idi? 15. 15-i gətirək qoyaq bura. Bərabərdir 36. Buradan da x kvadrat bərabərdir. 36-dan 15 çıxanda neçə idi? 21. Bundan da kök alanda kökdə 21 olur. Bir üçbucağın sahasını tapın. Bu düzbucaqlı üçbucaqdır. Bu düzbucaqlı üçbucaqdır. Baxın bu. Bu 2y-dir. Bu da 2x-dir. Katetləri bir-birinə vurub 2-yə bölürdük də. Yazaq s bərabərdir. Bu 2y-i 2x-ə vuranda neçə olur? 4xy bölünsün 2. Bu 2 ilə də 4 ilə də 2-ni aparanda bu nə oldu? 2xy. Deməli, buranın sahası bərabərdir 2 vurulsun xy. X kökdə 21-dir. Y də kökdə 15-dir. Bir kökün altında yazıram. 21-i yazıram 3 vur 7. 15-i də yazıram 3 vur 5. Bu 3-lərdən bir dənə kök çıxacaq. 2 3-ə vurulacaq 6. 7 5-in 35. Elə olur da 6 kökdə 35. Deməli, buranın sahası 6 kökdə 35-dirsə, bu medianın buradan bu hissəsini uzatsam, elə buranın da sahası, buranın da sahası. Yəni, bunlar 3-ü də 6 kökdə 35-dir. 3 dənə üçbucaq yaranır. 3-ə də buranda neçə olur? 18 kökdə 35. Yəni, bu mediandır. Tutaq ki, bu medianın biri, bu da biri. Buradan bu hissəni çəkməyəndə, bu şəkildə də, yəni, bax, belə. Bura gəlsin, bu medianlar, bax, bura. Bu saha S-dirsə, bu da S-dir, bu da S-dir. Onda buranı mən bayaq tapdığımda bu düzbucaqlı üçbucaq idi, yəni bura. 6 kökdə 35 idi, bu da 6 kökdə 35, bu da 6 kökdə 1, bu kökdə 35. 3-ə də vuranda neçə edir? 18 kökdə 35. Ya da bu düzbucaqlı üçbucaq deyil. Bax, bu düzbucaqlı üçbucaqdır. Yəni, medianı buradan uzatsam, düzbucaqlı üçbucaqda bu medianın davamı elə buradan düzbucaqlı üçbucağın medianı olur. Median 2 dənə bərabər saha ayırır. Buranın sahası yarıya bölünür. Elə bir 6 kökdə 35 olur, 3 kökdə 35, bu da 3 kökdə 35. Bu da 3 kökdə 35, bu da 3 kökdə 35, bu da hamısı 3 kökdə 35-də. Yəni, bu şəkildə də belə. Bura 3 kökdə 35 idi, kökdə 35. Bu da elə, bu da. Neçə dənədir? 6 dənə 3 kökdə 35-dir. Buranda neçə olur? 18 kökdə 35. Yəni, belə də yanaşmaq olar, bu şəkildə belə də yanaşmaq olar. Amma bu sual nəsə tam aydın olmadı mənə, nəsə burada çatmır. Yəni, məsələnin şərtində nəsə, bəzi sözlər bura yazılmayıb, deyəsəm. Məncə belədir. 48 konusun yan səthinin sahası, bu hazır düsturdur. S yan bərabərdir, pi, r, l idi. R radiusdur, l də doğran idi. 49, 132 ədədi 5-6 nisbətində. 5x plus 6x bərabərdir 132. Topladım 11x bərabərdir neçədir? 132. Bundan da x bərabərdir 13 11-ə bir dəfə, 22-də 11-ə 2 dəfə. X-i tapdıq 12. Bunda bu 5-dir. 5-i 12-ə vuranda 60. Bu da 6-dır. 12-ə vuranda neçə edir? 72. Deyir, bu ədədləri tapın. 60-dan 72-dir. 50-ci sual. Funksiya veribdir. F törəmə, burada ştirik var da, bu törəmədir. F törəmə x 0-ə bərabərdir. Bunda bunun törəməsini tapaq. F törəmə x bərabərdir. Bu 3 keçirdi əvvələ. Olurdu 3-də 2. 3-dən də 1 çıxanda x-in kvadratı çıx.
8x-in törəməsi 8-dir. 3-lər getdi, qaldı 2x kvadrat çıxılsın 8. Törəməni 0-a bərabər verib. 2x kvadrat çıxılsın 8 bərabər 0. 2x kvadrat bərabərdir 8. X kvadrat bərabərdir 8, 2-yə böləndə 4. X-də neçə olur? Plus minus 2. Elə x-i soruşur buradan. Cavab 2 və mənfi 2 olur. 50 dənə sual idi. Hamısını izah elədim. Hələlik bura qədər. Sağ olun.